Salam kanal izləyiciləri, bugün sizi Xırdalanda mərkəzdə Sultan Şahlıq Sarayının arxasında belə bir 8 mərtəbəli apartmanda təzə mənzillərimiz çıxıb satışa. Keçirik mənzillərlə sizi tanış edək. Buyurun baxın. Başladığımız çəkilişə hər vaxtınız xeyir olsun, hörmətli izləyicilərimiz. Bugün sizlərə Sultan Şahlıq Sarayının arxasında yerləşən 8 mərtəbəli apartman tipli binanın 1-ci mərtəbəsində 57 kvadrat kötəqat cəmən mənzil çəkib təqdim edir. Ya Allah, getdik. Gəlin sizə ilk növbədə qonaq otaqlarına tanış edeyim. Bax bu, belə geniş bir qonaq otaqdır. Döşəmə hissəsi görürsünüz, laminatdır. Tamam, dekorun alçıbandır. Siz zəhmət olmasa, qurulma göstər. Belə modern tipli alt qapılardır, qarar ustalarına. Döşəmə hissəsi petlardır, istifol. Göstər zəhmət olmasa. Bura mətbəxidir. Normal bir mətbəxi var. Bura eyvanı çıxışlar var. Eyvanı göstər zəhmət olmasa. Belə geniş bir eyvanı var. Qaz sayğacına qoyulub. Mənzilimiz çıxarışlı mənzildir, hörmətli izləyicilər. Onun olmayın ki, mənzilimiz çıxarışlı mənzildir. Bura sanitar qovşaqdır. Götür buradan. Burada da belə bir yataq otağı. Nə belə bir yataq otağı? Kötəqat cəmən mənzildir. Buradan da pəncərə qoyulub qonaq otağına işıqlanmasına görə ki, işıq düşsün mənzilə. Burada dəhliz hissəsidir. Dəhliz hissəsi geniş, hörmətli izləyicilər görürsünüz. Burada dolab üçün belə qəşəng geniş bir yeri var. Döşəməsi də bayaqdan vurguladım. Metal bir istifqoldur. Mənzilimiz 2 otağa düzəltməli çıxarışlı mənzildir. 57 kvadratdır. Qiymətini açıqlama bölməsində qeyd edəcəm, hörmətli izləyicilərimiz. Videomuzu bəyənib, kanalımıza abunə olmağı unutmayın. Sizin də satışda mənzilləriniz varsa, həyət evi, bina evi fərqi yoxdur. Bizə müraciət edə bilərsiniz, tez bir zamanda satışını həyata keçirməkdə sizə yardımcı ola bilər. Bugünlük bu qədər. Eşq olsun, sağ olun.